Və artıq 5-ci ildir ki, Yüksəliş proqramının mentorluq hissəsində iştirak edirəm və düşünürəm ki, kifayət qədər qaliblər üçün əlavə bir resurs öyrənmə imkanı yaradır. İstər müxtəlif dövlət qurumlarının, istərsə də böyük şirkətlərin rəhbərləri ilə mütəmadi əsasda ünsiyyətdə olmaq, onlara həmin rəhbər şəxslərin iş üslubu, ümumiyyətlə bu müəssisələrin üzləşdiyi ən vacib çağırışlar və bu sahədə bir rəhbər olaraq, lider olaraq hansı situasiyalarda hansı qərarların verilməsi, hansı davranışları sərgiləməyin müxtəlif fərqli formatlarda öyrənmək kimi bir imkan yaradır və inanıram ki, mentilər öz mentorlarından bu istiqamətdə əlavə biliklər, bacarıqlar öyrənirlər və ən azı həmin qaliblər üçün belə bir proqrama cəlb olunma, fərqli bir mühitə düşünürəm ki, cəlb olunma deməkdir. Və bu proqramın təbii ki, ən mühüm hissələrindən biri yalnız bir tərəfli öyrənmə deyil. İnanıram ki, mentorlar üçün də nisbətən sistem üçün kənardan olan adamların cəlb olunması, onların rəyi, fikirləri kifayət qədər maraqlı və öyrədici olur. Hətta təsadüfi belə deyək, görüşlər çox şey dəyişə bilər deyə düşünürəm və belə görüşlər əsaslı və köklü dəyişikliklərə gətirib çıxara bilər. Doğru istiqamət insanın özünü dərk etməsindən sonra başlayır. Çünki doğru istiqamət çox nisbi anlayışdır və hər bir insan öz ailəsindən, öz yaşadığı, doğulduğu mühitdən, oxuduğu məktəbdən, müəllimlərindən özü üçün doğru bir istiqamət müəyyənləşdirir. Amma həyat vektoru həmişə dəyişə bilər, verilmiş şəraitə uyğunlaşma və yaxud da yeni imkanlardan istifadə etmə baxımından. Bu mənada məhz yüksəliş müsabiqəsi bir çox insanın həyatında əminəm ki, yeni doğru istiqamət rolunu oynaya bilər. Elə məhz bu səbəbdən də müxtəlif yaş qruplarında, müxtəlif təcrübələrə malik insanların yüksəliş müsabiqəsinə qoşulub, onların həyatında doğru ola biləcək, mümkün belə deyək, yeni bir istiqamət açmaq baxımından yüksəliş müsabiqəsində iştirakçılarını təşviq edirəm. İnanıram ki, bu müsabiqə Azərbaycana xeyli sayda bacarıqlı, liderlik xüsusiyyətləri olan, istedadlı insanları tanımaq kimi böyük bir imkan yaradır və bu mənada daha çox insanın yüksəliş müsabiqəsində iştirakının tərəfdarıyam.